Sabahınız xeyir olsun. 21 aprel 2026-cı il tarixidir. Yaz fəslinin 33-cü günü və Zülqədə ayının 4-cü günüdür. Zülqədə ayının ilk həftəsinin ikinci çərşənbə axşamı günüdür. Bu yağışlı aprel səhərindən sizə salamlar deyirəm. Gününüz xeyirli uğurlu keçsin, canınız sağ olsun, işləriniz avan olsun, bol bərəkətli, ruzili bir gün keçirək. Amin inşallah. 21 aprel günündə kimlər işləri arxasınca gedir, iş yerlərində işləri ilə məşğuldurlar, ofisdə işləri ilə məşğuldurlar, evdə evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlığı, iş avaqlığı, bol ruzi, bərəkət arzu edirəm. 21 aprel günündə təhsil ilə məşğul olan məktəblilərdə, orta ixtisas, ali məktəb tələbələri və digər təhsillə məşğul olan hər bir şəxsə can sağlığı, ilk növbədə zehin açıqlığı, yol açıqlığı, iş avaqlığı arzu edirəm. Qarşılarına qoyduqları məqsədlərə, hədəflərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün əhəmiyyətli, faydalı kadrlar kimi yetişmələrini arzu edirəm. 21 aprel günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, səbir diləyirəm. 21 aprel günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bununla yanaşı isə bütün şəhid ailələrini, qazi ailələrini, Azərbaycan ordusunu bu yağışlı səhərdən salamlayıram. Can sağlığı, iş avaqlığı hər birinə arzu edirəm. Gözəl bir gün keçirmələrini arzulayıram. 21 aprel günündə kimlər ad gününü, şad gününü, xoş gününü qeyd edirlər. Hər birinə can sağlığı arzulayıram. Bu münasibətlə təbrik edirəm və arzularına çatmalarını arzu edirəm. 21 apreldə də tarixi günlər vardı. 21 aprel eramızdan əvvəl 753-cü ildə Romul və Rem qardaşları tərəfindən Roma şəhərinin əsası qoyulduğu gündür. 21 aprel 1406-cı ildə 1-ci şənbə Qazan döyüşü baş vermiş. Qara Yusif Əmir Teymurun oğlu Miranşahı öldürərək Teymuriləri Azərbaycandan qovduğu gündür. 21 aprel 519-cu ildə Hernan Cortes Veracruz'a yanaldığı gündür. 21 aprel 1944-cü ildə Fransada qadınlar səs vermə hüququ əldə etdikləri gündür. 21 aprel 1952-ci ildən ofis günü, yəni ofis işçiləri günü kimi qeyd edilməyə başlandığı gündür. Bu peşə günü münasibəti ilə ofis işçilərinin hər birini təbrik edirəm. Hər birinə can sağlığı, iş avaqlığı, müvəffəqiyyətlər, uğurlar arzu edirəm. 21 aprel 1956-cı ildə Elvis Presley'nin Hotel Prilas adlı mahnısının Billboard demək jurnalında birinci yerə çıxan ilk mahnısı olduğu gündür. 21 aprel 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası 9-cu çağırış Azərbaycan SSR Ali Sovetinin növbədən kənar 7-ci sessiyasında qəbul edildiyi gündür. 21 aprel Dünya elektron kitabxanasının saytının açılışı olduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.